Pensiya müqaviləsini imzalamış dövlətlər. 8-7. 8 haradır böyük hun, 7 haradır Çindir. Bəs yaxşı sual verilsə ki, deməli, Əhəmənilərin və Makedoniyanın işğalına məruz qalmış dövlətlər. 6 bir də hara olacaq? Biri götürəcəksiniz. Çünki bir haradır? Misirdə. 6 haradır? Hindistan'da. Aydındır mı? Göz yaddaşınızdan yadda saxlayın ki, əgər Midyan deyirsə, məsələn, Asuriya mübarizə aparmış dövlətləri göstərin. Hansıdır burada Asuriya ilə mübarizə? 5 Midyan. Aha, 2 ilə üstü də qeyd edə bilərsiniz. Sonra məsələn, əgər sual verirsə ki, deməli, parçalanma, eradan əvvəl 1-ci əsrdə parçalanıb, hansını deyək? 8-i. Bəs desə, eradan əvvəl 1-ci minillikdə zəifləyib. Bir də başqasını da götürürsünüz. Hun dövləti götürmüyorlar. 8-i götürəcəksiniz. 1-lə 8-i götürəcəksiniz zəifləmə. Bəli, 1-ci minilliyə düşür də, eradan əvvəl 1-ci